Salam izləyicilər, bu video dəstə CorelDRAW proqramı haqqında ümumi məlumat verəcəm. CorelDRAW proqramı vektor qrafikası ilə işləmək üçün nəzərdə tutulmuş peşəkar qrafik dizayn proqramıdır. CorelDRAW proqramı Corel Corporation şirkəti tərəfindən hazırlanmışdır və 1989-cu ildən bəri aktiv şəkildə istifadəçilər tərəfindən istifadə olunur. Bu proqram logo, flyer, broşür, biznes kart, banner, etiket, afişa, reklam və digər dizayn işləri üçün nəzərdə tutulmuşdur. CorelDRAW proqramının əsas funksiyaları və xüsusiyyətlərinə nəzər salaq. Vektor əsaslı obyektlərin yaradılması və redaksiyasını təmin edir. Bundan başqa, mətn formatlamaq və şifrlərlə işləmə imkanı var. Fərqli fayl formatlarını dəstəkləyir. Qartlarla işləmək imkanı, illüstrasiya, logo dizaynı və texniki cizgilər üçün geniş alətlər mövcuddur. Bu proqramda rəng idarə etmə və çap üçün dəqiq nəzər imkanları mövcuddur. Bu proqramın üstünlüklərinə nəzər salaq, istifadəsi nisbətən rahat və intuitiv interfeys təqdim edir. Rəqəmsal çap və dizayn üçün geniş imkanlar, Microsoft Windows əməliyyat sistemi ilə tam uyğunluq, peşəkar çap üçün simik rəng modeli dəstəkləyir və yüksək dəqiqlik. Bu proqram kimlər üçündür? Bu proqram qrafik dizaynerlər, reklam agentlikləri, poliqraf əsasında çalışanlar, marka və məhsul dizaynı ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. CorelDRAW proqramının istifadəsi üçün əlavə alətlər də mövcuddur. Corel Photo Paint bitmap redaksiyası üçün, Corel Font Manager şrift idarə etməsi, Corel Capture ekran görüntülərini almaq üçün, CorelDRAW App browser üzərinə işləmək imkanını təqdim edir. Hal-hazırda ekranda bu proqramın buraxılış versiyalarını görürsünüz. Belə ki, 1989-2004-cü illər arasında bu proqram CorelDRAW adı ilə buraxılırdı. Yəni CorelDRAW 1, CorelDRAW 12-yə kimi buraxılmışdı. Daha sonra 2006-cı ildən CorelDRAW X adı ilə satışa çıxarılmışdı. 2006-2016-cı illərdə CorelDRAW X3-dən CorelDRAW X8-ə kimi versiyalar çıxarılmışdı və nəhayət 2017-ci ildən bəri bu proqram CorelDRAW Graphics Suite adı ilə satışa çıxmışdır və bir ildən bir versiyaları çıxmışdı, yəni 18, 19, 20, 21, 22, 23, 24 versiyaları. Bu proqramla bağlı çox danışmaq olar, lakin bu video dəstə CorelDRAW proqramına girişən ümumi məlumat idi. Növbəti video dəstələrdə bu proqramın istifadəsi üçün nəzərdə tutulmuş əmrlər və alətlər haqqında geniş məlumat verəcəyik. Videonu bəyəndiyinizsə like etməyi və bu cür videoların davamı üçün kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dəstələrdən faydalanı bilsinlər. Hələlik sağ olun.